Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İbadallah, usikum ve nefsi bi tekvallah. Əziz müminlər, bir daha özümü və sizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah-u Teala bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Amin. Daim hər birimizin eşitdiyi bir kəlmə var, məzhəbçilik. Və bu məzhəbçilik çox təhlükəli bir amildir. Öncə mövzuya daxil olmamışdan qabaq, xüsusi olaraq mən istəyirəm ki, diqqətimiz bu məsələdə məzhəblə məzhəbçiliyin arasındakı fərqi başa düşməkdir. Yəni, məzhəb və məzhəbçilik arasında çox böyük bir fərq var. Məzhəb, insanın getdiyi yol deməkdir, tərcümə eləsək, lüğəti mənasında gedilən yola məzhəb deyilir. Zəhəbə kəlməsindəndir, getmək mənasındadır. Fiqhi termin olaraq məzhəb nədir? Hər hansı bir toplumun bir imama, bir alimə fiqhi məsələlərdə, əqidəvi məsələlərdə ona elmi məsələlərinə riayət eləməsi, ondan öyrənməsi, ondan eşitməsidir. Necə ki, Quran-ı Kərimdə Nəhl surəsində, Ənbiya surəsində Allahın əmridir ki, əgər bilmirsinizsə, zikr əhlindən xəbər alın. Yəni, Allah bizə özü bunu öyrədir ki, təbii ki, biz hamımız din bilicisi deyilik. Din bilicisi olmadığımıza görə, təbii ki, din bilicilərdən bu gediləcək yolu öyrənməliyik, soruşmalıyıq. Və bu cürdə təbiidir, məzhəblər formalaşır və məzhəblərin olması da çox bəzi hallarda onu bir qorxunc bir şey kimi təqdim eləməyə çalışırlar. Məsələn, birdən bir məzhəbdən danışma, amanın günüdür məzhəbdən danışma. Məzhəbdən danışmanın bir təhlükəsi yoxdur ki, təbiidir də, hamı bilir ki, İslam dinində çoxlu məzhəblər var. Və hərəmiz də mütləq hər hansı bir məzhəbə uyuruq, ona tabi oluruq. Kim desə ki, mən heç bir məzhəbdə deyiləm, öz-özünü alladır və cəmiyyəti allatmağa çalışır. Bu qeyri-mümkündür. Bəzi insanlar var da, məsələn, Quranilər kimi deyirlər, biz ancaq Qurana tabiyik. Onların dəfələrlə cavabı da deyildir. Yəni, Qurana tabisən, sən Quranda gəlib bütün ibadı məsələləri göstərə bilərsənmi? Quranda gəlib sən namazın rükətlərini göstərə bilərsənmi? Orucun nələr batil elədiyinin müfəssil hamısını göstərə bilərsənmi? Təbii ki, göstərə bilməyəcəksən. Quranda o qədər ayələrimiz var ki, zahirən onları heç kim başa düşə bilmir. Çıxarış eləyə bilmir. Ancaq bu işdə mütəxəssis olanlar burada çıxarış eləyə bilir. Və sən də mütləqdir ki, bunu kimdənsə öyrəşmirsən, o zaman sən də onun yolu ilə gedirsən, artıq onun məzhəbindəsən, sən bunu inkar eləyə bilmərsən ki. Hər birimiz bir məzhəbin nümayəndəsiyik. Bu normal bir haldır. Lakin məzhəbçilik fərqli bir şeydir. Məzhəbçilik, əzizlərim, budur ki, insan öz məzhəbini yalnız və yalnız haqq yol bilir və ondan qalan bütün məzhəblərin zəlalətdə olduğunu iddia edir, onları küfürdə ittiham edir, onları təkfir edir. Yəni, təkfirçi ilə məzhəbçinin arasında, mən deyərdim, elə də böyük bir fərq yoxdur. Necə təkfirçilərin İslama zərəri var, eyni zamanda məzhəbçilərin də İslama o qədər zərərləri var. Onlar özləri üçün bir dünya qurublar və öz saylarını hər yolla olur, hər vasitə ilə olsun çoxaltmağa çalışırlar. Adətən bunlar bir təşkilat formasına gəlib çıxıblar, nəinki bir din, əqidə. Öz saylarını artırmaq və ancaq öz ətrafdakıları ilə ünsiyyət qurmaq, onlardan kənar heç kimi qəbul eləmirlər. Hətta alış-verişi belə özlərindən kənar hər kəslə haram bilirlər. Heç bir müsəlmanla alış-veriş eləmirlər. Və onlar kimi düşünməyən insanları dindən çıxmış bilirlər, zəlalət əhli bilirlər. Amma heç bir köklü, ənənəvi məzhəbin belə bir düşüncəsi yoxdur. Heç bir məzhəbin belə bir düşüncəsi yoxdur. Saf, təmiz, o ənənəvi məzhəblər başqa məzhəblərə də müsəlman münasibətində yanaşır, müsəlman ünsiyyətində yanaşır və hətta daha çox çalışır ki, məzhəblər arasında bir
sıx əlaqə olsun, mehribançılıq olsun, sülh olsun. Çünki bizim zaten düşmənlərimizin çalışdığı budur ki, müsəlmanların arasında parçalanma yarada bilsinlər. Və bu cür məzhəbçilərin vasitəsilə və buna da qismən nail olurlar. Zaman-zaman müsəlmanların, müsəlman ölkələrinin içərisindəki o qırğınlar həmin məzhəbçilərin əməllərinin nəticəsidir. Adın nə qoyublar, adamları öldürüblər? Ki o, mənim əqidəmdə deyil. Mənim əqidəmdə deyilsə müşrikdir, müşrikdirsə qətli vacibdir. Sonra nə uşağına baxır, nə körpəsinə baxır, nə qadınına baxır, nə günahsızına baxır. Hamısını qırır. Öncə birinci xütbəmizdə vətən sevgisindən danışırdıq. Allah mütəala nə deyirdi? Deyirdi, heç qeyri-müsəlman səndən vuruşmursa, müsəlman deyil. Sadəcə səndən işi yoxdur. Deyir, sən də ondan yaxşı münasibətdə ol, cinən, ədalətlə rəftar elə cinən. Və sən məzhəbçi necə olur ki, bir müsəlman balası, la ilahə illallah əhli, səndən də bir işi yoxdur. Sadəcə sənlə eyni fikirdə deyil öldürürsən. Səni kimi namaz qılmır öldürürsən. Bu hansı dindir, bu hansı məzhəbdir, bu hansı əqidədir? Bəli, bu heç bir məzhəb deyil. Bu məzhəbçilikdir və çox təhlükəli bir məsələdir. Dini ifratçılığın bir tərəfi təkfirçiliksə dedik, bir tərəfi də məzhəbçilikdir və məzhəbçiliyi qısa belə tərif eləyə bilərik. Bir dinin fərqli bir izahını mənimsəyənlər öz aralarında güclü bir həmrəylik formalaşdırırlar, özləri üçün bir təşkilat, bir qrup düzəldirlər. Özlərindən olmayanların hamısını azğın elan edirlər, eyni zamanda gündəlik ictimai və məişət məsələlərində, yenə deyirəm, ya öz toplantıları olsun, ya ticarətləri olsun, ünsiyyətləri olsun, hər bir məsələdə öz düşüncələrində olmayanlarla münasibət qurmurlar və fərqli düşüncələrdə olanlara qarşı ayrı-seçkilik münasibəti göstərirlər. Təkfirçilik məsələsində olduğu kimi məzhəbçilikdə də düşüncəsində müsəlmanlar arasında kin, nifrət formalaşır. Yəni, ciddi şəkildə bir-birinə qarşı kəskin aqresiya var. Bir-birini həzm eləməyi bacarmırlar. Yaxşı da bu fərqli məzhəbin nümayəndəsi də olsun. İbadətinin şəkli forması fərqli də olsun. Hər kəs ibadətinə görə Allaha hesab kitab verəcək. Və heç kim də iddia eləyə bilməz ki, başqa məzhəbin nümayəndəsinin ibadəti batildir və mütləq cəhənnəm əhlidir. Bu, yəni bizim əqidədə belə bir şey yoxdur. Bizim böyük alimlərimizin əsərləri var bunun barəsində. Bütün müsəlmanların ibadətin öz əqidəsinə görə məqbul hesab ediblər. Və hər bir müsəlmanın da Allah üçün doğru dürüst, ixlas qəsdi ilə ibadət edibsə, cənnətə getmək şansı hər bir müsəlmanın olduğu kimi hər bir məzhəb nümayəndəsindən də var. Bu bizim düşüncədir, bu bizim əqidədir. Amma təhlükəli məsələlər dedik ki, nədir? Allah mütəala Quran-ı Kərimdə bunun barəsində buyurur: İnnellezine ferragu dinahum və kanu şia'an lasta minhum fi şey'in. Onlar ki, Allahın dinlərini parçalayıb firqə-firqə olanlar, ya Peyğəmbər, səndən heç bir əlaqəsi yoxdur. İndi firqə-firqə olanlar bir məna eləyiblər təfsir alimləri, elə məzhəbçilər ki, parçalayırlar dinləri. Bir məna eləyiblər ki, bəziləri var ki, Quranın, şəriətin hökmlərinin bəzi hissəsini qəbul edir, bəzi hissəsini qəbul eləmir. Allah onları da şamil edir. Deyir, Peyğəmbər, onlar da səndən deyil. Onların da səndən bir əlaqəsi yoxdur. Bəzi insanlar var da, məsələn, deyir ki, namaz vacibdir, oruc vacibdir, amma mən hicabı vacib bilmirəm. Adam var, deyir, hicab da vacibdir, oruc da vacibdir, namaz da vacibdir. Məsələn, mən zəkatı xumsu vacib bilmirəm. Adam var, deyir ki, məsələn, mən orucu vacib bilirəm, amma səfərdə oruc açmağı mən məqbul hesab eləmirəm. Bunlar nədir? Dini parçalamaqdır. Əziz Peyğəmbərimizə Allahın xitabı budur ki, bunlar heç biri səndən hesab olunmurlar. İnnəmə əmruhum ilallah thumma yunabbiuhum bima kanu yef'alun. Peyğəmbər Allah Peyğəmbərinə xəbərdarlıq edir ki, bu cür olan insanlar, dini firqələrə ayıran, bölən, parçalayan insanlar etdikləri əməllər barəsində mütləq xəbərdar olunacaqlar. Onlara mütləq bu məsələyə görə cəza veriləcək.
Məzhəbçi insanlarda ümmət düşüncəsi olmur. Ümməti düşünsün, müsəlmanların maraqlarını düşünsün. Fərqi yoxdur məzhəbindən, əqidəsindən. Dünyanın hər harasında müsəlman məzlum olubsa onun qəlbi yanır. Gücü çatır, kömək edir. Gücü çatmır, ən azından onun təəssübünü seçir. Baxmır ki, ondan eyni əqidədə deyil. Olsun, fərqli əqidədə olmuş olsa müsəlmandır. Müsəlmanın hər harda əziyyət çəkməsindən o narahat olur. Bax, həqiqi din budur. Allahın bizdən istədiyi din budur. Yoxsa ki, hər hansı bir məzhəbdə olmaq tam normal bir haldır. Mütləq budur ki, kimsə bir müsəlman hər hansı bir məzhəb, yəni bir yolla gedir. Allaha doğru bir yolla gedir. Lakin bunu gətirib aqressiv bir vəziyyətə çıxartmamalıdırlar. Bunların məqsədləri yalnız insan qazanmaqdır, fərqi yoxdur. Kim olur olsun. Təki say çoxluğunu yarada bilsinlər, güc göstərə bilsinlər. Buna görə hər cür insanı öz tərəflərinə və hər vasitə ilə çəkməyə çalışırlar. Bunların əsas qayələri bundan ibarətdir. Beləcə, aqressiv bir cəmiyyət yaradırlar və bunlardan fərqli düşünən insanların hamısını təkfir edirlər. Hamısını dindən çıxırmış hesab edirlər, hamısını müşrik hesab edirlər. Nəyə əsasən? Hansı Allah hökmlərinə əsasən, hansı Peyğəmbər şəriətinin hökmlərinə əsasən bunları görürsən. Bu düşüncəyə sən gəlirsən. Hətta bu cür məzhəbçi alimlər də var, əzizlərim. Alimdir, elmi var. Əgər alim demək mümkünsə. Elmi, savadı çox yüksək səviyyədədir. Amma ömrünü nəyə sərf eləyib? Bütün ömrünü buna sərf edib, öz məzhəbinin müdafiəsi və qeyri-məzhəblərin təkfir olunmasına. Və hamınız tanıyırsınız, bu cür alimlər tarix boyu olub və var. Cild-cild əsərlər yazıblar, ancaq özləri kimi düşünməyənləri təkfir eləmək üçün. Bədbəxtçilikdir, bu rəzalətdir. Bir dənə əsərini tapa bilmərsən, müsəlmanları vəhdətə dəvət eləsin. Bir dənə əsərini tapa bilmərsən, müsəlmanları birləşdirmək üçün bir konspekt yazsın. Ancaq dağıtmaq üçün, parçalamaq üçün əsərlər yazıblar, ömrünü bunlara həsr ediblər. Bu bir xərçəng xəstəliyi kimidir. Hər hansı bir cəmiyyətə düşürsə, o cəmiyyəti işdən dağıdır. O cəmiyyəti məhv eləməyə çalışırlar. Amma biz tarix boyu müsəlmanları və xüsusilə xalqımızın içində bütün müsəlmanları sülh içində yaşadığını görmüşük. Bir-biri ilə qohumluq əlaqələr qurublar, bir-birinə qız alıblar, qız veriblər, ticarətləri olub, möhkəm dostluqları olub. Tarixin səhifələrinə baxsaq, bu günümüzdə də var bu cür insanlar. Görürsən ki, elə bir, məsələn, şiədir, bir dənə sadiq, bir dənə sünni dostu var. O qədər ünsiyyətləri mehribandır, gediş-gəlişləri mehribandır, bir-birinə ailəvi gediş-gəlişləri var. Və hətta mən bu cür insanlar tanıyıram. İllərin, məsələn, ticarət şərikidirlər. Çox möhkəm də dostluqları var. Deyir, olmayıb, biz namaz olur, ikimiz də səccadəmizi sərib namazımızı qılırıq. Hələ bu günəcən mən ona niyə möhürsüz namaz qılırsan, ya o mənə çönüb, niyə möhürlə namaz qılırsan sualı verməmişik. Əslində bu bir ədəbsizlikdir. Əgər kimsə istəyir elmi müzakirələr, nəyinsə haqqın ortaya çıxması üçün, bu normaldır elmi müzakirələr, təbiidir. Amma bir-birini sancmaq üçün, bir-birinə söz atmaq üçün, zaten nə tarix boyu heç kimi bu sözləri deməklə öz əqidəsindən dəyişməyi bacarmayıb. Hər kəsin öz əqidəsi dürüstdir, öz əqidəsində sadiqdir. Bəli, bəzi hallarda olub ki, bir məzhəbdən digər məzhəbinə keçən insanlar. Hər iki məzhəbdən o biri məzhəbə keçən insanlar olub. O da onun öz araşdırmalarının nəticəsidir. İndi düz eləyibmi, səhv eləyibmi, o da bizim işimiz deyil. Lakin gələ biz çalışaq ki, bütün cəmiyyəti yox, mən özüm kimi eləməliyəm, mənim kimi düşünməlidir, mənim kimi fikirləşməlidir. Bu kökündən yanlışdır və müsəlmanların içinə böyük bir təhlükədir və xalqımız üçün böyük bir təhlükədir. Və hələ bundan da biraz o izə gedib, mən vaxtımız məhduddur, amma bir neçə kəlmə də bunun barəsində istəyirəm deyim. Bundan da o izə gedib. Bəzi hallarda bu məzhəbçilik tendensiyası gəlib müsəlmanları ayırmaqdan da sonra doymayıblar. Axı bu İslam düşmənlərinin proyektidir, Qərbin proyektidir. Bunlar öz başına məsələlər deyil ki.
Gəliblər, hətta o məzhəblərin içində bir də parçalanmalar yaradıblar. Kim hansı alimə uyub, görürsən ki, bu onu təkfir edir, bu bunu hər iki məzhəbdə də bu məsələlər var. Görürsən, bir-birinə barəsində elə kəskin fikirlər bildirirlər. Məsələn, bu alimi özü üçün bir fiqhi mənbə hesab edir. Yaxşı, o bir alimin fiqhi mənbə özü üçün hesab edir. Onun araşdırmaları nəticəsində namazını, orucunu, ibadətini yerinə yetirir. Bəzi hallarda gəlir görürsən ki, bunların da bir-birinin aqressiyası yaranır. Bu da onu təkfir edir, o da bunu təkfir edir. Əzizlərim, bunlar çox təhlükəli bir məsələlərdir. Bəzi hallarda özümüz bəlkə də fərqinə varmırıq. Yox, mən öz düzdüyümü ortaya qoymağa çalışıram. Bunu bilək ki, adətən də öz düzdüyünü güya öz aləmində haqqı sübut edirmiş kimi ortaya çıxan insanlar adətən mənəmçilikdən öz şəxsi düzdüyünü ortaya çıxartmağa çalışır, nəinki haqqı. Məsələn, baxın, mən düzəm, mən haqq yoldayamı sübut eləməyə çalışır, nəinki bu əqidə düzdür. Əslində, kökündə bu şey dayanır və bu çox təhlükəli bir amildir və həm xalqımız üçün, həm ümumi İslam coğrafiyası üçün təhlükəli bir amildir. Ona görə hər birimiz öz məzhəbimizdə, amma məzhəbçilikdən çəkinmək şərti ilə, digər məzhəbləri də bir müsəlman qardaşımız bilmək şərti ilə, ona bir qucaq açmaq şərti ilə, bir ortamda onlarla eyni ortamı rahat şəkildə bölüşmək şərti ilə biz öz dinimizi, öz əqidəmizi yaşatmalıyıq və tarix boyda bu cür ölkələr olub, bu cür məscidlər olub ki, görürsən, iki məzhəbin nümayəndələri elə rahat da o ortamda gəlib ibadət itaətlərini yerinə yetiriblər. Allaha and verək izzətinə, cəlalına, əzəmətinə. Allah mütəal müsəlmanların vəhdətin, birliyin günə-gün artırsın inşallah.